Eşkin qardaşımız haqqında çox şey danışmaq olar. Çünki Eşkin belə bir vətənpərvər ailədə böyümüşdür. Həm Eşkinin əmisi 1-ci Qarabağ müharibəsinin şəhididir. Qəhrəmancasına şəhidətə uzanmışdır. Həm Eşkinin atasının 1-ci Qarabağ müharibəsində əvəzi ödənilməz əziyyətləri, zəhmətləri oldu. Yəni Eşkin onları görərək böyüyən bir oğlu. Eşkin ona görə vətənini sevən, vətənpərvər bir oğlu idi. Çünki Eşkinin döyüş yoldaşları da Eşkin haqqında çox böyük kəlmələr işlədirlər. Allah ruhunu şad eləsin. Ruhu şad olsun. Eşkin kimi oğulları düzdür, itirmək əziyyətdir, valideynlər üçün çətindir, dərddir. Amma mən onu da demək istəyərdim ki, biz vətəndaşların hər birimizə yaxşı insan lazım olduğu üçün qurban olduğuma da yaxşılar lazımdır. O da özünə yaxşılar aparır. Mən şəhid ailələrində çox deyirəm. Mən baxıram ki, hər bir ailənin sevimlisidir. Yəni ailə hamısı, yəni bütün analar sevdiyi evladları hansı idisə içində, düz evladın hamısını sevir, amma bir fərqlilik həmişə olur. Onu evlad özü qazanır. Ruhu şad olsun. Biz həmişə şəhidlərimizlə qürur duyacağıq. Biz həmişə onları yaşatmağı özümüzə borc biləcəyik. Çünki onlar bizdən ötəri zamanlardan keçdilər. Biz əsl mənada heç bir təmənna olmadan şəhidlərimizin borcundan biz heç vaxt çıxa bilmərik. Belə də götürəndə şəhidlərin bizə heç bir ehtiyacı yoxdur. Bizim şəhidlərə ehtiyacımız yoxdur. Bizim onlara ehtiyacımız var. Onların bizə heç bir ehtiyacı yoxdur. Onun üçün də həmişə şəhidlərimizin ziyarətini etməyi biz özümüzə borc bilirik. Ruhu şad olsun cəm şəhidlərimizin. Mən buradan fürsət olaraq da şəhid analarına, Azərbaycan şəhidlərinin analarına, hamısına müraciət edərdim, səslənərdim ki, elə bir addımlar atağın ki, yəni evladımız ziyarətə çevrilsin. Yəni qoy Azərbaycan xalqı başqa bir ölkələrə çıxmasınlar ziyarətə. Elə öz şəhidlərimizin ziyarətindən başlasınlar birinci. Çünki bugün sabah bu atalar heç bir dünyada olmayacaq. Hər kəs dünyasını dəyişəcək. Bu analar dünyada olmayacaq. Hər kəs dünyasını dəyişəcək. Qoy bu insanların beyninə həkk olunsun şəhidlərimizi ziyarət etmək. Necə ki, neçə illərdir təbliğ ediblər, bugünkü günü bütün dünya axın götürür, gedir. Amma onu da deyim ki, orada şəhidlərimizin ziyarətidir. Orada ona gedirsiniz. Amma birinci öz kəndimizdən, öz vətənimizdən başlasaq daha yaxşı olar. Mən bir çox hacıları, yəni hamısına ünvanlamıram, amma çoxlarını mən görmüşəm ki, hacıdır, Kərbəladır, Məşədidir. Amma öz kəndində şəhidini bir dəfə də olsun ziyarətində görməmişəm. İl dönümündə olsun, anım günündə olsun, ad günündə olsun, ya ümumiyyətcə də özəl bir günlər belə olsa, mən hələ, yəni bunu təhqir kimi demirəm, yəni reallığı deyirəm. Mən hələ görməmişəm bir dənə hazını ki, adi bir günlərdə də belə olsa, gəlsin şəhidlərimizin ziyarətində, şəhidlərimizi də ziyarət edir. 8.000 dollar verib başqa ölkələrə ziyarətə gedir. Azərbaycanda pul vermək lazım deyil. Azərbaycanda sadəcə ziyarət etmək lazım. Saysız hesabsız nə çox qəhrəman oğullarımız var. Hər birinin ocağı elə ziyarətgah ocağıdır. Bizlər elə şəhid ailələri birliyi olaraq hər zaman bu missiyanı yerinə yetiririk. Bu əslində vətəndaşlara bir siqnal olsun ki, bir müraciət olsun ki, vətəndaşlar, yəni bu kimi igid oğulların məzarını ziyarət yeri kimi bilsin və eləcə də yerdən qalxan uşaqlara da yəni bunlar təbliğ olunsun. İnanırsınız, mən çox yerdə oluram. Şəhid ailələrinin diqqətdən başqa istədiyi bir şey yoxdur. İstəyir qonşusu olsun, istəyir dövlət olsun, istəyir vətəndaş olsun, kim olur olsun. Sadəcə şəhid ailəsinin bir qrup diqqətə ehtiyacı var ki, onların qapısı açılsın, onları yolda görəndə biz normal şəkildə onlarla görüşmək. Yəni bu ehtiyacdır. Bu da ona görə, şəhid ailəsi ona görə onu umur ki. Çünki onun evladı hər kəs üçün gedir. Onun evladı ağaçdan yıxılmadı, onun evladı hansısa xəstəlikdən dünyasını dəyişmədi. Onun evladı bu vətən üçün, bizim anamız, bacımız, qardaşımız, atamızın qəbirləri, anamızın qəbirləri üçün, ölkəmiz, vətənimiz üçün dünyasından keçdi. Onun üçün o atanın, ananın bir umacağı, bir diqqətdir.
Çünki şəhidin hər kəsin üzərində bir haqqı var. Bəli, şəhid evdən getmir, şəhid eldən gedir. Ruhu şad olsun. Bütün şehitlerimizin ruhu Allah şad səbr olsun. versin. Buyurun Məhmud ağa. Şəhidlərimiz Allah rəhmət. Bütün şehitlerimizin ruhu şad olsun. Şehit ailelerine Allah sabır versin. Buyurun Aydın ağa. Bugün biz buraya Tavırtın Aileler Birliği olarak gelmişiz. Düşkün babanın yoludur. Bizim cennetteki mübarek olsun. Ailenin yanında olmaya, derdine şerik olmaya, sevincine şerik olmaya. Bu evlatlar vətən uğrunda gedirlər. Onlar vətənə göz tikənlərin çiçəklərini gözlərinə qoyub, onları məhv elədilər. Azərbaycan tarixində dönüş yaratdılar. Azərbaycan tarixində zəfər qələbəsi yazdılar. Bunların sayəsində bugün Respublikada xalqımız əmin-amanlıq içində yaşayır, rahat yaşayır. Sülh şəraiti yaranıbdır, tam sərbəstlikdir. Bunlar elə belə yaranmıyor. Bunlar hər bir neçə 5 gün kimi yiğitlərin canının fəda eləməyi sayəsində yaranmış işlərdir. Bunları gərək heç kim unutmasın. Biz ailələr bir yerdə olmalıyıq ki, biz birbirimizin yanında olmalıyıq. Kənardan da baxanlar görsünlər ki, biz necə bir-birimizə dəstəyik, bir-birimizin yanındayıq. Bir-birimizə maddi cəhətdən yox, mənəvi cəhətdən dayanıq olmalıyıq. Ki, kənardan baxanlar da nümunə görsünlər ki, belə olmalıdır. Allah ruhlarını şad eləsin. Məqamları ucadır, yeri cənnətdir. Onların sayəsində bayrağımız yüksəklər qalxıb, dalğalanır. Ali Baş Komandanın siyasətini dəstəklədilər, dəmir yumruq yaratdılar. Vətənimizə göz tikənlərin gözünü çıxartdılar, təpəsini əzdilər. Azərbaycan tarixinə işğalçı kimi yox, qələbə qazanan xalq kimi daxil elədilər. Hər bir valideynin səbir diləyirəm ailələrinə. Amin inşallah. Dərin yerə, ruhları şad olsun, onları yad eləmə də var olsun. Ölkə başçısı da sağ olsun. Şəhidlərimizin yeri cənnət məkanı olsun. Allah ruhlarını şad eləsin. Amin. Məkanları cənnət olsun cəmi şəhidlərimizin. Allah səbir versin, döyün versin şəhid ailələrinə. Allah rəhmət eləsin şəhidlərimizə. Allah şəhidlərinə səbir versin. Yerləri cənnət məkanı olsun. Amin inşallah. Allah şehitlerimizin yerini cennet mekan eylesin. Şehidi vallahi danışır, hiç kim ata anadan başka hiç kim unutmaz. O kime nəsə demək mümkün deyil. Yəni deyir ki, düz deyil. Xaç çəkib xarici devlətlere gedirlər. Bu da bizdən ötəri özləri bugünə saldılar. O Ermənistanda 10.000 fərarı oldu. Bizdə bir nəfər fərarı olmadı. Elə bir günən eşqinə ne belə o məktəbdə nəyəmi oxuyan ki, bunlar gülə-gülə müharibəyə girecek. Bəli, ölümün gözünə dik baxa-baxa getdi. Biri birinin bəsinə ki, mən sən birini öldürdün, birini attın, mən ikisini atacağım. Bunlar belə eşqinə yarışa-yarışa. Bunları unutmaq olmaz. Bunlar unudan o Azərbaycan vətəndaşlığında namus qeyrət yoxdur. Çünki bunlar bizim bunu Xocalda başka yerlerde Ermənilərin bizim Azərbaycan qadınlarına elədiyi hərəkətlər görməmişə də o televiziyada danışanlar, eləyənlər hamımız görürük. Ancaq biz onları görmədik. Bizim qadınlar, bizim analarımız, bacılarımız onu görmədilər. Bunlar bizdən ötərini tadı eləməlidir. Eləyən, gəlib onları ziyarət edən də sağ olsun, eləməyən də sağ olsun. Ancaq bu məktəblərdə, onun ictimai yerdə hangi maarifləndirmə lazım ki, sənin ziyarət yerin budur. Burayı ziyaret eyle, sen hiç arayın yok. Allah rəhmət versin, yerin məkanı cənnət olsun. Amin Sağ olun. inşallah. Allah şəhidlərimizə rəhmət eləsin. Biz valideynlərə də səbir, qazilərimizə də şəfa versin. Buyurun Seyid. Bugünkü gün Eşqin babamızın mövlududur. Biz qismən özümüzü toparlamalıyıq. O bugünkü gün bizim yanımızda olmasa da ruhen yanımızda, cismen yanımızda. Şəhidlər bizim ürəyimizdə axan qan damarıdır, gözümüzün nurudur.
Şəhid deyəndə hər bir vətəndaş bir insanın borcunu yerinə yetirməlidir. Şəhid qanı ilə, canı ilə Azərbaycan xalqının azadlığı uğrunda, torpaqlarımızın bir qarış belə düşmən əlində olmaması uğrunda canlarını fəda edən. Mən hər bir Azərbaycan vətəndaşının hər bir şəxsiyyətindən onu həmişə diləyirəm ki, hər zaman biz heç kimdən heç nə istəmirik. Ad günlərində, bir dönümlərində, müəyyən vaxtlarda bizi ilə birgə olmağını arzulayıram. Bugünkü gündə biz Atıya aniyə təsəlli olaraq təsəlli edirik. Ona görə ki, bugün ata, ana özlərini tək hiss eləmir. Onlar bugünkü günü fikirləşirlər ki, tək deyirlər. Ona görə hər bir vətəndaşa deyirəm ki, şəhid sözünü ucuz eləməyin. Şəhid elə bir addır ki, o yüksəklərdən də yüksəkdir. Mən bir şəhid atası kimi onu demək istəyərdim ki, bugünkü gündə Atıya, anaya səbr diləyirəm. Bütün şəhid ailələrinə səbr diləyirəm. Təmkinli olsunlar. Şəhid bizim ürəyimizdə közdür. O köz heç vaxt sönməz. Ona görə də deyirəm ki, səbirli olun, təmkinli olun. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Amin can sağlığı inşallah. versin. Allah səbrinizi Bir versin olaq, hər biriniz. birgə olaq. Heç vaxt bu birlik bizdən əksik olmasın. Var olun. Eşqin balamızın mövludu mübarək olsun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Bugün biz eşqin balamızın ad gününə yığılmışıq. Cənnətdəki dəyişməyin ad günü mübarək olsun. Cəmal Atıya, Elnara bacıya Allah səbir dözünü, bütün şəhidlərin yeri cənnət olsun. Allah ruhunu şad etsin. Heç vaxt dəyişməyən ad günü mübarək olsun. Eşqin Allah atasına, anasına, anasına bir səbir versin. Eşqin balam, dəyişməyən ad günü mübarək. Allah atana, anana can sağlığı versin ki, həqiqətən onu yaşatmaq üçün. Ümad mənim düz dedi. Biz analar bir olmalıyıq ki, atalar bir olmalıyıq ki, bütün rayonlar, kəndlər, hara olur olsun, ziyarət eləməliyik ki, qıraqdan baxan da bilsin ki, bizim belə oğullar var. Belə ata, ana bunları ziyarət edirsə, bunların yanında dəstək olaq. Bir yerdə olaq, birlik olaq. Çox sağ olun Turan Birliyi, siz də var olun. Həqiqətən bizim belə Turan Birliyi varkən, bizim uşaqları yaşadan olardı. Mən də çox rayonları gəzirəm. Həqiqətən mən öz rayonumuzdan, Tovuzumuzdan fəxr edirəm ki, belə Tovuzumuz var, belə Turan Birliyi var. Bizi anaları, ataların yanında dəstəkdirlər. Allah sizləri var eləsin. Eşər, Allah. Mövludun mübarək ayı oldu. Sənsiz keçirdiyimiz ad günlər, mövludlar, balalarım çox çətindir bizə, ata, ana üçün. Eşqin yerin cənnət olsun. Allah tanrına səbir versin. Şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət ruhları şad olsun, atasına, anasına səbr versin, dözüm versin, qazilərimizə də can sağlığı versin. Eşqin bala cənnətləsi ad günü mübarək olsun. Sənin üçün sağlıq, bütün şəhidlərimizin ruhu şad olsun, yerləri cənnət olsun. Amin inşallah.